Təsəvvür edin ki, gün ərzində etdiyiniz bir çox işi artıq siz yox, sistemlər görür. Mesajlar avtomatik cavablanır, məlumatlar özü fayllara yazılır, hətta süni intellekt qərar verir. Bütün bunlar artıq xəyal deyil. Bu videoda sizə N8N nədir, nə üçün istifadə olunur və niyə bu alətin bu qədər populyarlaşdığını sadə dillə izah edəcəm. Çoxumuz hər gün eyni işləri təkrar edirik. Bir mesaj gəlir, oxuyuruq. Məlumatı götürüb başqa yerə yazırıq. E-mail göndəririk. Bu işlər kiçik görünə bilər. Amma günün sonunda vaxtımızın böyük hissəsini aparır. Ən pisi isə odur ki, bu işlər insan işi olmamalıdır. Avtomatlaşdırma o deməkdir ki, bir iş üçün artıq düşünməyə ehtiyac qalmır. Bir hadisə baş verir və sistem avtomatik reaksiya verir. Məsələn, bir forma doldurulur və məlumat dərhal bazaya yazılır. Siz isə bu vaxt daha vacib işlərə fokuslana bilirsiniz. N8N avtomatlaşdırma üçün yaradılmış güclü bir platformadır. Müxtəlif proqramları bir-birinə bağlayır və onların birlikdə işləməsini təmin edir. Ən gözəl tərəfi odur ki, bunun üçün proqramçı olmaq şərt deyil. Bir neçə kliklə real proseslər qurmaq mümkündür. N8N-də hər şey workflow adlanan sxem üzərində qurulur. Əvvəl bir trigger olur, yəni hadisə başlayır. Sonra addımlar gəlir, məlumat yoxlanılır, ötürülür, saxlanılır və sonda proses tam avtomatik şəkildə başa çatır. N8N bizneslər üçün böyük üstünlükdür. Müştəri mesajları itmir, satış prosesi sürətlənir, hesabatlar avtomatik yaranır. Freelancerlər üçün isə bu alət real gəlir mənbəyidir. Hətta şəxsi istifadə üçün belə gündəlik həyatı xeyli asanlaşdırır. Bazarda Zapier və Make kimi alətlər var. N8-nin fərqi ondadır ki, daha sərbəstdir və pulsuz istifadə etmək mümkündür. Biraz öyrənmə tələb edir, amma qarşılığında daha çox nəzarət verir. Xüsusilə süni intellekt ilə işləyənlər üçün ideal seçimdir. Bu kanal avtomatlaşdırma və proqramlaşdırma ilə maraqlanan hər kəs üçündür. Texniki biliyi olmayanlar, freelancerlər, sahibkarlar, hamı faydalana bilər. Növbəti videoda N8N-i sıfırdan quracağıq və ilk real workflow yaradacağıq. Əgər bu mövzu sizi maraqlandırıbsa, kanala abunə olun.